Spyware nədir? Spyware və ya başqa adı ilə casus proqramları istifadəçinin xəbəri olmadan kompüterdə işləyən zərərli proqram növüdür. Spyware istifadəçi fəaliyyətlərini izləyir və məlumatları toplayır. Toplanan məlumatlara nümunə olaraq brauzer tarixçəsi, istifadəçi adları, parollar və şəxsi məlumatları göstərmək olar. Adətən toplanan bu məlumatlar üçüncü tərəflərə və ya atakerə göndərilir. Keyloggerlər casus proqramlarının ən çox rast gəlinən növlərindən biridir və istifadəçinin klaviaturada daxil etdiyi məlumatları qeydə alaraq parolları ələ keçirməyə çalışırlar.